Salam müəllimlər. Hal-hazırki mövzumuz məişət tikiş maşınının quruluşu və iş prinsipidir. Bu mövzuda artıq biz öyrənəcəyik ki, məişət tikiş maşını hansı hissələrdən ibarətdir? Quruluşu nədən ibarətdir? Tikiş maşınları iki cürdür. Sənaye və məişət tipli tikiş maşınları. Baxın, ümumilikdə tikiş maşınları deyir ki, iki cürdür tikiş maşınları. Sənaye, bir də məişət. Məişət tikiş maşınları ilə yaxından tanış olaq. Baxın, ikinci. Məişət tikiş maşını ilə tanış olaq. Məişət tikiş maşınları əl, ayaq və bir də elektrik ötürücülü olur. Əl, ayaq və elektrik ötürücülü olur. Gəlin, baxaq şəkildə. Əl maşını, ayaqla istifadə edirik, bir də elektriklə. Deməli, tikiş maşınları ümumilikdə iki cür oldu. Həm sənaye, həm də məişət maşınları. Məişət maşınları isə əl maşını, ayaqla istifadə olunan, bir də elektriklə istifadə olunan maşınlar. Bəs məişət tikiş maşınları bir-birinə görə necə müxtəlifdir, necə fərqlənir? Quruluşuna görə fərqlənə bilirmi? Bəli, quruluşuna görə fərqlənir. Fərqli quruluşlardadır. Texniki imkanlarına görə fərqlənə bilirmi? Bəli. Məsələn, elektriklə işləyən maşının fərqli xüsusiyyətləri var. Onun bacardıqlarını əl maşını bacarmır. Bir də xarici görünüşünə görə, bəli, xarici görünüşləri fərqlidirmi? Bəli, fərqlidir. Bir oxşar cəhətləri var. Oxşar cəhətləri nədir? Hər üçü də bir hədəfə vurğulayır. Hər üçü də tikmək üçün istifadə olunur. Paltar tikmək üçün. Amma buna baxmayaraq, onların quruluşunda, təmir və istismar qaydalarında bənzərliklər çoxdur. Bəli, quruluşlarıdır ki, təmir və istismar qaydalarıdır. Bax, bunlarda bənzərliklər çoxdur. Məişət tikiş maşınları parçanın kənarlarını kəsib düzəltmək üçün, ilmələri və detalları ilməkləmək üçün, dekorativ tikişləri yerinə yetirmək üçün, həmçinin naxış vurma üçün nəzərdə tutulmuşdur. Deməli, məişət tikiş maşınından nə zaman istifadə edirik? Parçanın kənarlarını düzəltmək üçün, kəsib düzəltmək üçün biz istifadə edə bilirik. Sonra, kənarlarında ilmələr çıxır, detalları ilməkləmək üçün, dekorativ işləri yerinə yetirmək üçün, naxış vurma üçün istifadə olunur. 4 məqsədlə istifadə olunur. Yaxşı, gəlin bu slaydda baxaq görək nə öyrəndik. Bu slaydda öyrəndik ki, tikiş maşınları neçə cürdür? Neçə cürdür müəllimlər? 2 cürdür. Hansılardır? Sənaye və məişət. Məişət tikiş maşınları bəs neçə cürdür? Əllə işləyəni var, ayaqla işləyəni var, bir də elektriklə işləyəni var. Bəs bir-birindən necə fərqlənir tikiş maşınları? Quruluşuna görə fərqlənə bilir, texniki imkanına görə fərqlənə bilir, bir də ki, xarici görünüşünə görə. Bəs bunların bənzərlikləri nədir bir-birindən? Yenə də quruluşuna görə fərqlənir, təmir və istismar qaydalarına görə bənzərlikləri çoxdur. Quruluş və təmir istismarına görə. Yaxşı, bu məişət tikiş maşını bizim nəyimizə gərəkdir? Məişət tikiş maşınından biz parçanın kənarlarını kəsib düzəldə bilirik, ilmələri, detalları ilməkləyə bilirik, dekorativ tikişləri yerinə yetirə bilirik, həmçinin də naxış vurmada istifadə edirik tikiş maşınlarını. Növbəti slayda baxaq. Tikiş maşınının müxtəlif ötürücülərin köməyi ilə hərəkətə gətirmək olar. Tikiş maşını ötürücülərin növləri. Tikiş maşını ötürücülərinin növləri
Gəlin görək bunun haqqında nə öyrənəcək. Müasir tikiş maşınları, məişət tikiş maşınları elektrik ötürücüləri ilə təchiz edilib. Elektrik ötürücüləri ilə. Ötürücü maşının işlək hissəsini hərəkətə gətirən qurğudur. Elektrik ötürücüsü iki əsas hissədən ibarətdir. Mühərrik, bir də pedal. İndi gəlin görək nə deyir burada. Dedik ki, müasir tikiş maşınları ötürücülərlə təchiz olunub. Bu ötürücü, məsələn, biz pedalı sıxmaqla tikiş maşınının iynəsi hərəkətə gəlir. Düzdür? Deməli, işlək hissəsini hərəkətə gətirən qurğu nədir? Onun mühərriki. Ötürücü nə işə yarayır? İşlək hissəni hərəkətə gətirir. Elektrik ötürücüsü dedik, iki hissədən ibarətdir. Bir mühərrikdən, baxın, bir də pedaldan. Mühərrik və pedal. Buna əlavə də maşına qoşmaq olur. Maşının özündə də olur. Mühərrik, bir də pedaldan. Elektrik mühərriki tikiş maşınına bərkidilir. Bəli, baxın, burada bərkidilib tikiş maşınına. Pedalı isə döşəmədə, rahat yerdə quraşdırılır. Biz pedala sıxmaqla, təzyiq göstərməklə mühərrik hərəkətə keçir, yəni işə düşür və hansı ki, işlək hissə hərəkət etməyə başlayır. Dedik ki, pedal döşəmədə rahat yerdə qurulur. Ayaqla pedal sıxılır, elektrik ötürücüsü işə salınır. Maşın tikişlərinin salınma sürəti nədən asılıdır? Pedalın sıxılma qüvvəsindən. Maşın tikişlərinin salınma sürəti nə deməkdir? Biz pedala böyük təsir göstərsək, maşının iynəsi daha tez-tez hərəkətə gələcək, düzdür? Və daha tez-tez tikəcək. Pedala təzyiq nə qədər güclüdürsə, sürət də bir o qədər çox olur. Bəli. Deməli, bizim pedala təzyiqimiz sürəti çoxaldır. Pedalı buraxdıqda ilkin vəziyyətinə qayıdır. Bəli, ayağımızı pedaldan çəkirik, yenə ilkin vəziyyətinə qayıdır və tam maşın dayanır. Maşın tam dayanır. Maşında tikiş işlərinə başlamazdan əvvəl nə edirik? İlk öncə təhlükəsizlik qaydaları ilə tanış oluruq. Sonra tikiş maşınını işə hazırlayırıq. Deməli, ilk işimiz nədir? Təhlükəsizlik qaydaları ilə tanış olmaq. Sonra tikiş maşınını işə hazırlayırıq. Bu slaytda nə öyrəndik? Bu slaytda öyrəndik ki, tikiş maşınlarının ötürücü mexanizmləri var. Ötürücü maşının işlək hissəsi, deməli, ötürücü nə işə yarayır? Maşının işlək hissəsini hərəkətə gətirir. Bəs ötürücülər nələrdən ibarətdir? Deməli, ötürücülər dedik ki, iki hissədən ibarətdir. Bir pedal, digəri də mühərrik. Şəkil 1-də gördüyü mühərrikdir, 2-də pedaldır. Gördük ki, pedal və mühərrik. Daha sonra biz pedala nə qədər təzyiq ediriksə, sürət də bir o qədər çox olur. Pedala təzyiqi azaltdıqda maşının da təzyiqi azalır, hətta dayanır. Deməli, biz maşında tikişə başlamamışdan əvvəl nə edirik? İlk öncə təhlükəsizlik qaydaları ilə tanış oluruq. Sonra tikiş maşınını işə hazırlayırıq. Əlləri maşının platformasında, baxın, əllər platformada, maşının platformasında, dirsəklər masa ilə eyni səviyyədə yerləşdirilməlidir. Deməli, maşının platforması haradır? Maşının platforması, baxın bura. Əllər maşının platformasında, deməli, dirsəklər isə masa ilə eyni səviyyədədir.
Tikiş maşınında iş zamanı iş yeri yaxşı işıqlanmalıdır. Bəli. Masanın üzərində yalnız verilmiş texnoloji əməliyyat üçün lazım olan tərtibatlar, alətlər və emal ediləcək detallar. Bəli, emal ediləcək detallar olmalıdır. Deməli, alətlər, tərtibatlar, bir də detallar. Alət, tərtibat və detallar. İşi bitirdikdən sonra iş yerini yığışdırmaq lazımdır. Tikiş işlərinin yerinə yetirilməsi üçün iş yeri. Üzərində tikiş maşını quraşdırılmış, lazım olan alətlər, tərtibatlar, tikiş məmulatlarının detalları qoyulur. Deməli, iş yeri necə olur? Tikiş maşını quraşdırılmış masamız olmalıdır. Lazım olan alətlər, tərtibatlar, bir də ki, bizə lazım olan detallar olmalıdır. Tikiş maşınında işləyərkən düzgün oturuş qaydası çox vacibdir. Biz bunu 5-ci sinifdə keçmişdik. 5-ci sinifdə öyrəndiklərimiz nə idi? Qamətimizi düz saxlamalıyıq, vaxtaşırı dəyişməliyik. Başımız biraz qabağa, ayaqlarımız döşəmə boyu, ayaqlarımız, pəncələrimiz döşəməyə dirənməlidir. İşıq sol tərəfdən və düz düşməlidir. Bunları biz 5-ci sinifdə, hansı ki, düzgün oturuş qaydalarında öyrənmişdik. Emal edilən əşyadan gözlərə qədər olan məsafə 30-40 sm-dir. Maşının hərəkətdə olan hissələrinə çox yaxın əyilmək olmaz. Saçlarımız, geyimimiz maşına ilişə bilər. Bəli, iş zamanı oturuş qaydalarımız 90 dərəcə bucaq altında oturmuşuq. Əllərimiz maşının platformasında, dirsəklərimiz yarı bükülü, gözlərdən məsafəyə qədər 30 sm olmalıdır. Deməli, iş yeri necə olmalıdır? Üzərində tikiş maşını olmalıdır, alətlər olmalıdır, tərtibatlar olmalıdır və bizə lazım olan detallar olmalıdır. Deməli, texnoloji əməliyyatları üçün bizə ümumiyyətlə nə lazımdır? Alətdir, tərtibatlardır, emal ediləcək detallardır. Texnoloji əməliyyat nə idi, müəllimlər? Hansı ki, biz üzərində iş görürük. İndi köynək düzəldirik, ətək düzəldirik və yaxud da ki, şalvar düzəldirik. Pəstahın, hansı ki, parçanın, belə deyirik, son halı üzərində hansı ki, iş gedir və sonda bir şalvar və yaxud da ətək düzəldiriksə, texnoloji əməliyyatdan keçmiş olur bu ətək. Təhlükəsizlik qaydaları hansılardır, müəllimlər? Təhlükəsizlik qaydaları, işdə hansı təhlükələr ola bilər? Gəlin, baxaq. Barmaqlarımız iynə ilə zədələnə bilər. İynə ilə zədələnmə. Geyimin hissələrinin və saçların tikiş maşınının fırlanan hissəsinə ilişməsi ola bilər. Elektrik cərəyanı ilə zədələnmə ola bilər. İşə başlamazdan əvvəl nə etmək lazımdır, müəllimlər? Maşının sazlığını yoxlamaq lazımdır. Sonra məmulatın detallarını birləşdirməmişdən əvvəl dedik ki, məmulatın detallarını birləşdirməmişdən əvvəl hissələrin arasında, baxın, hansı ki, iki hissəni biz bir-birinə birləşdirmişik, onların arasında əl iynəsidir, sancaqdır, olub-olmamasını yoxlamalıyıq. Maşının sazlığını yoxlamalıyıq. Və bu, işə başlamamışdan əvvəldir. İş zamanı nəyi etmək olmaz? Maşın işləyərkən yuxarı sapı saplamaq, makara qapağını quraşdırmaq, bu olmaz. Niyə? Hansı ki, hərəkətdə olan iynə bizim əlimizi zədələyə bilər.
Maşının fırlanan hissələrinin yanında qayçı və digər alətləri qoymaq. Hansı ki, fırlanan hissələr dəstək ola bilər. Dəstəyin yanında qayçı və digər alətləri qoymaq olmaz. Maşın işləyərkən qayçını, məmulatı, detalları kiməsə ötürmək, yəni fikrimiz yayınır, barmaqlarımızı iynə ilə zədələyə bilərik. İşi bitirdikdən sonra nə etmək lazımdır? Maşını söndürmək lazımdır, iş yerini yığışdırmaq lazımdır. Əla. Bu da bizim hansı ki, məişət tikiş maşınının quruluşu ilə bağlı mövzumuz. Tikiş maşınının işə hazırlanması. Bu mövzuda biz nə öyrənəcəyik? Tikiş maşınını hansı ardıcıllıqlarla işə hazırlayacaq? Qələmimizi tapaq. Elektrik ötürücülü müasir məişət tikiş maşını çox yığcamdır. Bəli, yığcamdır. Onu işə tez hazırlamaq olur. Tikiş maşını işə hazırlamaq üçün bir neçə ardıcıl əməliyyatları yerinə yetirmək lazımdır. İlk öncə nə edirik müəllimlər? Maşını elektrik şəbəkəsinə qoşuruq. Bəli, elektrik şəbəkəsinə çəngəli ştepsel rozetkasına qoşduq. Daha sonra nazim çarxı özümüzə tərəf fırladırıq. Sap dartanı və iynə salanı. Sap dartan, hansı ki buradadır, və iynə salanı yuxarı kənar vəziyyətdə yerləşdiririk. Sap dartan və iynə salanı kənar vəziyyətdə yerləşdiririk. Üçüncü mərhələ, pəncəni qaldırırıq. Baxın, pəncə arxa hissəsində, bu maşının arxa hissəsində olur. Pəncəni qaldırırıq. Deməli, gəlin 3 addımı təkrarlayaq. İlk addımımız nə idi? Şəbəkəyə qoşduq. İkinci addım, nazim çarxı özümüzə tərəf fırladırıq. Sap dartandır, iynə salandır. Bunlar yuxarıya qalxırlar. Sap dartan maşının ön hissəsində olur. Hansı ki, sapın enib düşməsinə, bu da burada. Sap dartan və iynə saplayan, iynə salan. Bunları yuxarı kənar vəziyyətdə saxladıq. İkinci addım. Üçüncü addımda pəncəni qaldırırıq. Pəncə də baxın, budur müəllimlər. Pəncəni qaldırırıq. Dördüncü, sap qarqarasını sapın milinə qoyuruq. Dördüncü addım, sap qarqarasını sapın milinə qoyuruq. Beşinci addım, bağlanan siyirtməni açırıq. Hansı ki, maşının daxilində bağlanan siyirtmə var. O siyirtməni açırıq. Orada məkik makara qapağı var. Baxın, məkik makara qapağı. Və makaranı onun içindən götürürük. Deməli, məkik qurğusundan makara qapağını çıxarırıq və makara qapağını çıxarırıq. Makaranı da bu makara qapağının içindən çıxarırıq. Deməli, gəlin bir də təkrarlayaq. İlk öncə nə etdik? Maşını elektrik şəbəkəsinə qoşduq. İkinci addımımız nazim çarxı özümüzə tərəf fırladırıq. Niyə? İynə saplayan, sap dartan və iynə salan yuxarı vəziyyətə qalxsın. Daha sonra pəncəni qaldırırıq. Sap qarqarasını sapın milinə qoyuruq. Daha sonra məkik qurğusundan, məkikdən makara qapağını və makaranı götürürük. Deməli, makara qapağı budur. Makara da onun daxilindədir. Sonra maşını boş hərəkətə keçiririk. Maşını boş hərəkətə keçiririk. Əl ilə makaranın üzərində bir neçə qat sap sarıyan makaranı sarıyan milində quraşdırın. Deməli, nə edirik biz? Əl ilə makaranın özünə, makara baxın, bu gördüyümüzdür. Makaranın özünə bir neçə qat sarıyırıq. Ki biz pedala basanda sap açılmasın. Bir neçə qat sarıdıq. Ondan sonra makaranı, bax bura, sap sarıyan mildə quraşdırırıq. Niyə? Çünki sap yığacağını. İynəni sapla və makaranın dirənənə qədər sıxın. Bəli, iynəni saplayırıq və sonra nə edirik? Ayağımızla pedala təsir edirik, sıxırıq və sapı, bax buradan sapı nə edirik? Sarıyırıq. Sapı sarıyırıq.
Sap sarıdığınız makaranı makara qapağına qoyun. Baxın, bu şəkildə. Sapı neyinirik? Sarıdığımız makaranın qapağına qoyuruq. Makara budur, makara qapağı da budur. Sapı makara qapağının kəsiyinə və sərbəst 10 sm ud saxlamaqla lövhə yayının altına saplayın. Baxın, müəllimlər, lövhə budur. Lövhənin altına saplayırıq. 10 sm saxlayırıq. Sonra lövhə yayının altına saplayırıq. Deməli, bura kimi gəlin ardıcıllığa baxaq. Bunu hələlik qoyaq bir kənara. Deməli, ilk öncə nə edirik? Maşını boş hərəkətə keçiririk. Sonra hansı ki əlimizlə makaraya bir neçə sap sarıyırıq, sonra milə qoyuruq. Daha sonra pedalı sıxırıq. Pedalı sıxandan sonra makaraya sapı sarıyırıq. Daha sonra makaranı makara qapağına qoyuruq. Daha sonra 10 sm sap çıxarırıq və sapı lövhənin yayının altına yerləşdiririk, saplayırıq. 11-ci addım nədir, müəllimlər? Makara qapağını məkik qurğusuna yerləşdirin. Məkik qurğusundan çıxartmışdıq və məkik qurğusuna da taxdıq. Deməli, məkik qurğusunda nələr olur? Məkik qurğusunda makara qapağı olur. Baxın, bu makara qapağıdır, bu da makaradır. Məkik qurğusuna makara qapağını yerləşdirdik. Daha sonra yuxarı sapı saplayırıq. 13-cü addım yuxarı sapın ucunu, baxın, yuxarı sapın ucunu sol əl ilə tuturuq. Sağ əl ilə isə nazim çarxı özümüzə tərəf fırladırıq. Sol əllə yuxarı sapı tuturuq, sağ əllə də nazim çarxı özümüzə tərəf fırladırıq. İynə aşağı düşüb məkik sapını tutub dartmalıdır. Deməli, 13-cü addım necə idi, müəllimlər? Sol əllə sapı tuturuq, sağ əllə nazim çarxı fırladırıq. Biz bunu fırladanda, hansı ki məkikdən sapı tutur iynə və çölə çıxarır, kənara çıxarır. 14-cü şəklimizi də qoyaq bura. 14-cü şəkildə 2 sapı pəncənin altına salın. Və bu qədər. Bizim demək olar ki, maşını işə hazırlamağımızın ardıcıllığı bu qədərdir. Deməli, ilk öncə şəbəkəyə qoşuruq, sonra özümüzə tərəf fırladırıq. Özümüzə tərəf fırladanda iynə və sap dartan yuxarı qalxır. Ondan sonra pəncəni qaldırırıq, sonra sapı milə qoyuruq. Sapı milə qoyduqdan sonra məkik qurğusundan makara qapağını çıxarırıq və makaranın içindən götürürük. Sonra maşını boş hərəkətə keçiririk. Boş hərəkətə keçirdikdən sonra hansı ki makarada olan sapı bir neçə qat doluyuruq və ayağımızı pedala sıxaraq mildə, hansı ki makaraya sapı sarıyırıq. Daha sonra sarıdığımız sapı makara qapağına qoyuruq. Bu makaradır, bu da makara qapağıdır. Makara qapağına qoyduq. 10 sm hansı ki sapı uzadaraq, saxlayaraq lövhənin yayına yerləşdiririk. Lövhənin yayına yerləşdirdikdən sonra makara qapağını məkik qurğusuna yerləşdiririk. Məkik qurğusuna yerləşdirəndən sonra yuxarı sapı saplayırıq. Yuxarı sapı sapladıq. Daha sonra nazim çarxı özümüzə tərəf fırladırıq ki, hansı ki məkik qurğusunda olan sapı tutub özünə tərəf çəkməlidir iynə. Sonra ən sonuncu isə hər iki sapı, hansı ki məkikdə biz 10 sm məkik qurğusunda sapı, makara qapağındakı 10 sm sapı çölə çıxartmışdıq axı. Onların ikisini birlikdə çölə çıxarırıq və ikisini birlikdə tutaraq pəncənin altında yerləşdiririk və pəncəni də endiririk aşağı. Parçanı qoyandan sonra pəncəni endiririk aşağı.
Bu bizim ardıcıllıq müəllimlər. Ümidvaram ki, izah edə bildim. Burada da ardıcıllıqlardır. İlk öncə maşını işə qoşuruq. Bunları təkrar deməyəcəm, çünki ikinci dəfə izah elədim. Mən bunu silirəm öz üçün ardıcıllıqları düzüb qoşarsınız. Belə müəllimlər, burada fərqli yerlərdə şəkillər quraşdırılıb ardıcıllığı özü üçün düz qoşu eləyəcəksiniz. Ondan sonra harada yanlışlığa yol vermişsiniz, kitabdan və yaxud da ki, dərsi irəli baxmaqla yadımıza sala bilərik. Təhlükəsizlik qaydaları nədir müəllimlər? Təhlükəsizlik qaydaları deyir ki, müəllimin icazəsi yoxdursa, tikiş maşının arxasına oturma. İşdən əvvəl sancaqları və iynələri parçadan çıxarın. Bəli, bayaq da izah elədik ki, işdən əvvəl sancaqları və parçalara baxırıq. Əgər varsa çıxarırıq, yoxsa sancaqlar əlimizə bata bilər və yaxud da maşının iynəsi altında qalıb sına bilər. Maşının iynəsini sapladıqda ayaqlarınızı pedala qoymayın. Dəli. Yəni, ani bir refleksiya nəticəsində biz pedala basa bilərik və əlimizi zədələyə bilərik. Maşının hərəkət edən və fırlanan hissələrinə yaxın əyilməyin. İş zamanı diqqətinizi yayındırmayın. Məmulat işçinin gözlərindən hansı ki olan məsafə 30-40 cm-dir. 30-40 cm. Deməli, müəllimlər, baxın, tikiş maşının hazırlanması bu şəkil üzrə ardıcıllığı danışa bilərsiniz. Bir də təhlükəsizlik qaydalarını yadınıza sala bilərsiniz. Tikiş maşınında hansı əməliyyatlar var? Müəllimlər, gəlin baxaq. Biz artıq düzgün oturuş qaydalarını öyrəndik. Tikiş maşınında işlənmə qaydalarını öyrəndik və hal-hazırda öyrənəcəyimiz tikiş maşınında hansı işləri apara bilərik? Hansı tikmə növlərini öyrənə bilərik? Tikiş maşınında yerinə yetirilən hər əməliyyatın öz adı var. Bəli, hər əməliyyatın öz adı var. Gəlin tanış olaq müəllimlər. Gəlin tanış olaq görək hansı əməliyyatlar var. İlməkləmə nədir müəllimlər? İlməkləmə detalın kəsiyini dağılmadan qoruyur. Detalın kəsiyini təsəvvür edin ki, hər hansı bir parçadır. Biz bunu ilməkləyirik ki, saplar çıxmasın. Deməli, detalın kəsiyini dağılmadan qoruyan maşın tikişi ilə bərkitmədir. Neyinirik? Bərkidirik parçanın kənarlarını. İlməkləmə tikiş maşınında ziqzaqa oxşar. Baxın, müəllimlər, ziqzaqa oxşar tikiş ilə yerinə yetirilir. Tikiş arasının uzunluğu və ziqzaqa oxşar tikişin enini, baxın, həm uzunluğunu, həm də enini parçanın növündən asılı olaraq seçmək lazımdır. Parçanın növündən. Ola bilsin ki, parça tez hansı ki sapları çıxan parçadır, ola bilsin ki, qalın parçadır. Buna pürçümlənən və ya pürçümlənməyən parçalar deyilir. Çox pürçümlənən parça üçün böyük tikiş arası çox pürçümlənir və böyük tikiş arası götürürük. Arasındakı məsafələr az olur. Arasındakı məsafələr az olur. Çox pürçümlənən parça üçün böyük tikiş arasındakı məsafələr az olur. Məsafə nədir? Baxın, buradan bura məsafə. Buradan bura məsafə. Yəni, xırda-xırda, amma ki, belə deyək də, bu formada. Böyük tikiş araları və arasındakı məsafə kiçik olur. Az pürçümlənəndə, az pürçümlənən parça üçün daha kiçik tikiş arası və onların arasında böyük məsafələr olur.
Bu zaman belə deyək də, belə böyük ziqzaqlar qoyuruq. Deməli, az pürçümlənən parça üçün daha kiçik tikiş arası, onların arasındakı məsafə böyük olur. Deməli, müəllimlər, baxın, az tikiş arası balaca olur, bir də enli olur. Belə deyək. Deməli, az pürçümlənən parça üçün kiçik tikiş arası və arasında böyük məsafə olur. Tikiş arası ziqzaq şəkilli tikişlər parçanın kəsiyi üzrə qoyulur. Deməli, tikiş arası ziqzaq şəkilli tikişlər parçanın kəsiyi üzrə qoyulur. Bunları silin. Nazik parçaları emal etdikdə ziqzaq şəkilli tikiş kəsikdən 5 mm məsafədə qoyulur. Kəsikdən 5 mm məsafədə qoyulur. Kəsik haradır? Baxın, kəsik bu hissədir. Kəsikdən 5 mm məsafədə qoyulur. Sonra isə emal payı tikişə yaxın kəsilir. Baxın, 5 mm məsafədə qoydu, emal payı nə oldu? Kəsildi. Deməli, müəllimlər, gəlin bu slaydı təkrarlayaq, görək ki, nə öyrəndik. Tikiş maşınında dedik ki, hər əməliyyatın öz adı vardır. Hal-hazırda öyrənəcəyimiz ilməkləmədir. İlməkləmə, hansı ki, maşında, belə deyil, parçanın kənarının kəsiyini dağılmadan qoruyur. Dağılmadan qoruyur və ziqzaqa oxşar tikiş ilə yerinə yetirilir. Əgər dedik ki, parça çox pürçümlənirsə, qələmimi itirdim. Parça çox pürçümlənirsə, böyük tikiş arası və məsafələr az olur. Tikiş arası böyük olur, çox pürçümlənən parçada. Məsafələr az olur. Baxın, məsafələr az olur, böyük tikiş arası olur. Əgər az pürçümlənirsə, müəllimlər, tikiş araları kiçik olur və məsafə çox olur. Bax, belə məsafə çox olur. Tikiş araları az olur, məsafələr çox olur. Nazik parçaları emal etdikdə, dedik ki, ziqzaq şəkilli tikiş, baxın, ziqzaq şəkilli tikiş, ziqzaq şəkilli tikiş, bax, bunlardan söhbət gedir. Kəsik haradır? Kəsikdən 5 mm məsafədə qoyulur. Sonra isə emal payı tikişə yaxın yerdən kəsilir. Bu hansı əməliyyatı idi? İlməkləmə əməliyyatı. Növbəti tam tikmə, müəllimlər. Nədir tam tikmə? Tam tikmə detalın və ya məmulatın qatlanmış kənarının, deməli, hər hansı bir detaldır, biz onu buradan qatlayırıq, belə. Qatlanmış kənarının bərkidilməsi üçün maşın tikişinin salınmasıdır. Deməli, kənarın qatladıq və maşın tikişini saldıq. Baxın, müəllimlər, düz parçadır. Düz parçanın hansı, bax, bu hissəsini qatlayıb tikiblər. Deməli, detalın və ya məmulatın kənarı qatlanır və tikilir. Maşın tikişi qatlanma yerindən lazım olan məsafədə qoyulur. İndi bizə nə qədər lazımdırsa, çox lazımdırsa çox qatlayırıq, az lazımdırsa az qatlayırıq. Tikişin əvvəlində və sonunda, baxın, əvvəlində və sonunda bərkitmə işləri yerinə yetiririk. Bərkitmə işləri necədir? 3-4 tikiş arası gedirik, irəli və geri. Deməli, əks istiqamətdə 3-4 tikiş arası gedirik və bu olur bərkitmə. Və yuxarı və aşağı sapların ucları düyünlənir. Deməli, biz bərkitməni iki cür həyata keçirə bilərik. Ya 3-4 tikiş arası irəli-geri getməklə, ya da ki, həm aşağıda olan, həm də yuxarıda olan sapları düyünləməklə. Baxın, aşağı və yuxarı sapları düyünləməklə və yaxud da 3-4 tikiş arası
belə deyək də, əks istiqamətdə getməklə. Maşın tikiş saplarının ucları kəsilir. Yəni, düyünləyəndən sonra uclar kəsilir. Tam tikmə müəllimlər iki cür həyata keçirilir. Açıq kəsi ilə, baxın bu açıq kəsi idi. Bir də var bağlı kəsi ilə. Bunu bir də qatlasaq, bu açıq kəsiyi bir də qatlasaq, bu olacaq bağlı kəsi. Yəni, ziqzaq hissə, hansı ki, ilməkləmə hissəsi bir də qatlayıcı görünməyəcək. Bax, bu tam tikmədir, bağlı kəsiklədir. Bu da tam tikmədir, açıq kəsiklədir. Burada nə öyrəndik, müəllimlər? Tam tikməni öyrəndik. Tam tikmə, hansı ki, detal və yaxud da məmulatın qatlanmış kənarının bərkidilməsi üçündür. Hansı ki, tikişin salınmasıdır. İki cür biz qatlaya bilirik tam tikməni, açıq kəsi ilə, bir də bağlı kəsi ilə. Dedik ki, sondakı sapları bərkidirik. Necə bərkidirik? İki üsulla bərkidirik. Bir sapları düyünləməklə, bir də 3-4, haradasa tikiş, bax 1, 2, 3, 4. Yəni, əks getməklə üzərindən biz bərkitmə işlərini görə bilirik. Və sonda maşın tikişinin sapları kəsilir, ucları kəsilir. Daha sonra, xətt üzrə tikmə. Nədir müəllimlər xətt üzrə tikmə? Gəlin baxaq. Xətt üzrə tikmə. Tikiş maşınının köməyi ilə eyni ölçülü kənarlar uyğunlaşdırılmış iki və artıq sayda detalın sapla birləşdirilməsidir. Deməli, baxın, bu bizim parçamızdır. Başqa bir rəng götürək. Bu da bizim başqa bir parçamızdır. Eyni boyda biz bunları uyğunlaşdırırıq və bir-birinə tikirik. Baxın, kənarlarını tikirik. Bu oldu xətt üzrə tikmə. Deməli, maşın tikişi dəqiq nişanlanmış tikiş xətti üzrə salınır. Deməli, dəqiq nişanlanmış. Məsələn, biz kökləmə aparmışıq. Daha sonra başlayırıq maşın tikişi, hansı ki, xətt üzrə tikmə, belə deyək də, həyata keçiririk. Tikişin əvvəlində və sonunda maşın bərkitmələri yerinə yetirdik. Dedik ki, maşın bərkitmələri necə idi? 3-4 tikiş geri istiqamətlə və yaxud da ki, alt və üst sapları düyünləməklə. Sapların ucları kəsilir, sonda müvəqqəti təyinatlı tikiş kənarlaşdırılır. Hansı ki, bu köklədiyimiz sapları neyinirik? Çıxarırıq. Bəli, gəlin çıxaraq. Parçanın özünü sildim ki. Nəysə, köklədiyimiz, hansı ki, müvəqqəti təyinatlı tikişləri kənarlaşdırırıq. Müəllimlər, bu mövzuda nə öyrəndik? Bu hissədə nə öyrəndik? Xətt üzrə tikmə. Deməli, eyni ölçülü, uyğunlaşdırılmış iki və daha artıq sayda detalları neyinirik? Sapla birləşdirilməsidir, tikilib birləşdirilməsidir. Bərkitmə işləri gördük. Bərkitmə işləri 3-4 tikiş geriyə getməklə və yaxud da ki, düyünləməklə apardıq. Daha sonra dəqiq nişanlanmış tikiş xətti üzrə salındı. Bu dəqiq nişanlanmış tikiş nə idi? Məsələn, biz kökləmə apardıq və buradan köklədiyimiz hissədən maşın tikişi aparmalıyıq. Xətt üzrə tikməni aparmalıyıq. Ən sonda nə etdik? Bərkitmə işlərini həyata keçirdik. Sonra sapların uclarını kəsdik və müvəqqəti, hansı ki, köklədiyimiz tikişi sildik. Sildik deyəndə ki, kənarlaşdırdıq. Daha sonra əks tərəfə tikmə. Nədir əks tərəfə tikmə müəllimlər? Əks tərəfə tikmə, əks tərəflərə yönəlmiş emal paylarının, baxın, biz bunu xətt üzrə tikdik. Ondan sonra emal payları var da bunun. Bu emal paylarının bərkitmək üçün əks tərəfə tikmədən istifadə edirik. Bir də oxuyuram. Əks tərəfə tikmə. Əks tərəflərə yönəlmiş emal paylarının
Qarandaşım onu. Baxın, emal payları bunlardır. Və bu emal paylarının bərkidilməsi üçün tikişlərin salınmasıdır. Bu əməliyyatın yerinə yetirilməsi üçün qoşa sapla tikilmiş tikişin hər iki tərəfindən müəyyən məsafədə məmulatın üst tərəfindən maşın tikişləri qoymaqdır. Tikişin əvvəlində və sonunda maşın bərkitmələri yerinə yetirilir. Əks istiqamətdə üst-dört tikişdə apara bilirik, düyünləyə də bilirik. Nədir müəllimlər bu? Biz xətt üzrə tikmədə arxa tərəfdə qalır bizim tikdiyimiz hissə. Amma əks tərəfə tikmədə həm ön hissəsində, bax bu ön hissəsidir. Parçanın ön hissəsidir, detalın. Ön hissəsində də görülür, arxa hissəsində də görülür. İki qoşa sapla, baxın, iki emal payı var da, düzdür. Buranı da tikirik, buranı da eyni məsafədə, daha doğrusu eyni yox, müəyyən məsafədə. Qoşa sapla tikilmiş tikişin hər iki tərəfindən, baxın, hər iki tərəfindən müəyyən məsafədə məmulatın üst tərəfinə maşın tikişləri qoymaqdır. Sonda bərkitmə işləri 3-4 dəfə geriyə getməklə və yaxud da ki, düyünləməklə həyata keçiririk. Bu da belə. Gəlin sırmağa baxaq. Sırma nədir müəllimlər? Bir detalı, baxın, altda bir detal var. Üstünə də bir detal qoyuruq. Bir detalı digərinin üstünə qoyaraq birləşdirmək və ya emal payını bərkitmək üçün tikişin salınmasıdır. Sırma. Deməli, bir detalı digərinin üstünə qoyuruq, bərkidirik və yaxud da emal payını bərkidirik. Sırma zamanı maşın tikişi məmulatın üst tərəfində, baxın məmulatın üst tərəfindən, yəni üst tərəfidir də, bu arxa tərəfi, digər tərəfdir. Üst tərəfindən, yəni tikmə tikişinin və ya yuxarı detalın qatlanmasından müəyyən məsafədə salınır. Nə qədər ki qatlamışıq, qatladığımız hissədən maşın tikişi salınır. Tikişin əvvəlində və ya sonunda maşın bərkitmələrini yerinə yetirmək və düyünləmək lazımdır. Bunu da demək olar ki, əzbər bildik. 3-4 tikiş geriyə getməklə bərkitmə apardıq və yaxud da düyünləməklə bərkitmə apardıq. Deməli, sırma necə idi? Bir detalı digərinin üstünə qoyaraq emal paylarını bərkitməkdir. Ya birləşdirik, ya da emal paylarını bərkidirik. Bu da bizim olacaq sırma əməliyyatı. Müəllimlər, nədir baxyalama? Baxyalama, təsəvvür eləyək, iki detaldır. Bu detalları bir-birinə birləşdirmək istəyirik, düzdür? Tərsinə çevrilmə şərti ilə, baxın, bu detalların tərsinə çeviririk, hər ikisini tərs üzünə çeviririk. Kontur boyu sapla birləşdirilməsidir. Baxyalamanı düzgün yerinə yetirmək üçün maşın tikişini nişanlanmış tikiş xətti üzərində dəqiq qoymaq lazımdır. Deyəcəksiniz ki, ay müəllimə, bəs xətt üzrə tikmədə də belə idi axı. Xətt üzrə tikmədə də hansı ki kontur boyu biz birləşdirirdik. Baxyalamada hansı ki tikişin dönməsi, baxın geniş bir hissədir, tikişin dönməsi zamanı iynə, gəldik bax bu kənar hissəyə çatdıq. Tikişin dönməsi zamanı iynə bucağın təpəsində saxlanılır. Bax bucaq buradır, bucaq buradır, bucağın təpəsində saxlanılır. Pəncəni qaldırırıq, bax bu pəncədir. Pəncəni hansı ki biz burada göstərim sizə pəncəni necə qaldırırdıq. Baxın bu maşının arxa hissəsində bu detalı qaldırmaqla pəncədə yuxarı qalxırdı. Pəncəni qaldırırıq. Parça iynənin ətrafında fırladılaraq yenidən pəncə aşağı salınır. Deməli, bayaqdan iynənin, belə deyək də, bizim istiqamətimiz bu istiqamətdə idi. Bax, bu küncündə iynəni fırladırıq və başlayırıq bu istiqamətdə tikiş aparmağa. Baxın, bu istiqamətdə tikiş aparmağa. Əvvəl bu istiqamətdə idi. Sonra iynəni fırlatdıqdan sonra
Pəncəni qaldırırıq, iynəni fırladırıq. İynəni yox, daha doğrusu detalı fırladırıq. Parça iynənin ətrafında fırladılır. İynə qalır, parçanı fırladırıq və pəncəni aşağı salırıq və tikişi davam etdiririk. Tikişin əvvəlində və sonunda maşın bərkitmələri həyata keçirilir, yerinə yetirilir. Deməli, müəllimlər, baxyalama nə oldu? Hansı ki, biz iki detalı bir-birinə birləşdiririk, düzdür? Amma bu detalları tərsinə çevirməyə şərti ilə detalların konturu boyu sapla birləşdiririk. Baxyalamanı həyata keçirmək üçün biz əvvəlcə belə deyək də tikiş aparırıq. Gəlib hansı ki, dönmə bucağı ki var, dönməsi zamanı, dönmə bucağı deyirəm. Tikişin dönməsi zamanı iynə olduğu kimi qalır. Parçanı fırladırıq. Parçanı fırladırıq və başlayırıq bu istiqamətdə tikiş aparmağa. Yenə də gəldik. Dönmə zamanı, bax burada, iynə bucağın təpəsində saxlanılır. İynə qalır burada. Və parçanı fırladırıq. Pəncəni qaldırırıq. Pəncəni qaldırdıqdan sonra parça iynənin ətrafında fırladılaraq yenidən pəncə aşağı salınır. Bilmirəm, izah eləyə bildimmi müəllimlər? Gəldik calama. Calama, baxın müəllimlər, böyük detaldır, düzdür? Bu da kiçik detaldır. Xırda detalların iri detallara birləşdirilməsi zamanı calamadan istifadə edirik. Neyinirik? Xırda detalı böyük detala calayırıq. Xırda detalların böyük detallara calaması. Calama üçün nişanlanmış tikiş xətti üzrə. Yenə də baxın, kökləmə var burada. Nişanlanmış tikiş xətti üzrə düz, dəqiq tikiş aparmaq lazımdır. Düz və dəqiq tikiş aparmaq lazımdır. Tikişin əvvəlində, sonunda 3-4 dəfə, 3-4 tikiş arasının sonunda 3-4 tikiş arası gedirik və düyünləyirik. Bu da bizim bərkitməmiz oldu. Nə idi müəllimlər calama? Xırda detalları böyük detallara, iri detallara birləşdiririk. Nişanlanmış xətt üzrə aparırıq. Burada bizə düz və dəqiq tikiş lazımdır. Emal payının işlənilməsi. Emal payının işlənilməsi müəllimlər nədir? Artıq parçanın, emal payıdır da, düzdür? Artıq parçanın qayçı ilə kəsilməsi. Artıq parçanın qayçı ilə kəsilməsi emal paylarının qoparılmasıdır. Bəli, qayçı ilə kəsdik, bunu qopartdıq. Əməliyyat belə yerinə yetirilir. Gəlin görək, əməliyyat necə yerinə yetirilir? Artıq parçanın qayçı ilə kəsilməsi və emal paylarının qoparılması idi, emal paylarının işlənilməsi. Bir nədir? Emal payını 3-5 mm eninə qədər kəsmək. Xarici bucaqlarda emal paylarını çəpinə kəsmək. Qələmimizi götürək. Emal payını 3-5 mm eninə qədər kəsmək. Və xarici bucaqlar, baxın xarici bucaqlar. Xarici bucaqları, söhbət buradan gedir. Xarici bucaqlarda emal paylarını çəpinə kəsmək. Baxın, burada emal paylarını xarici bucaqlardan çəpinə kəsirik. 3-5 mm buradan götürdük və çəpinə kəsdik. Daha sonra bunu silim. Burada yanlışlıq elədim. Daha sonra dedik ki, daxili bucaqlarda emal payını tikişə yaxın yerdən yarmaq. Baxın, emal paylarını, bura emal payıdır, düzdür. Emal paylarını tikişə yaxın yerdən yarmaq. Bəli, ikinci addım bu oldu ki, tikişə yaxın yerdən yardıq. Daha sonra içəri qatlanmış daxili kontur boyu emal payını tikişə yaxın eyni məsafələrdə bir neçə dəfə yarmaq. Deməli, içəri qatlanmış
daxili kontur boyu. Bura baxaq müəllimlər. Hansı ki, içəri qatlanır, düzdür? İçəri qatlanmış daxili kontur boyu. Emal payını tikişə yaxın yerdən bir neçə dəfə yarmaq. Baxın, tikişə yaxın yerlərdən yarır. Daha sonra qayçı ilə xarici kontur boyu üçbucaq şəkilli kəsmələr yerinə yetirmək. Xarici kontur boyu. Bax, bunlar daxili kontur boyudur, bu isə xarici kontur boyu. Xarici kontur boyu üçbucaq şəkilli kəsmələr yerinə yetirmək. Deməli, emal paylarını işləyərkən biz bunlardan istifadə edirik. Deməli, ilk öncə nə idi? İlk öncə emal payını buradayıq. Qələmimi tapdım. İlk öncə 3-5 mm emal payını eninə qədər kəsirik. 3-5 mm eninə qədər kəsmək. Sonra xarici bucaqlarda emal paylarını çəpinə kəsirik. Yeni qələmimi itirdim. Buradadır. Deməli, eninin xarici bucaqları neynədir? Kəsdik. Sonra daxili bucaqlarda çərtmələr apardıq. Daxili bucaqlarda yarma işini apardıq. Sonra içəri qatlanmış, baxın burada içəri qatlanmış, hansı ki daxili kontur boyu emal payı ki var, bu emal payını tikişə yaxın yerlərdən eyni məsafədə bir neçə dəfə yarmaq. Baxın, məsafələr eynidir. 2 sm, məsələn, 2 sm, 2, yəni belə eyni məsafədə yarırıq. Sonuncu, qayçı ilə xarici kontur boyu, baxın, xarici kontur boyu üçbucaq şəkilli kəsmələr aparmaq. Belə. Gəlin, baxaq, görək, naxış tikmək üçün bizə hansı alət və tərtibatlar lazımdır. Hesab naxış tikməsi necədir və ona necə hazırlıq görəcəyik?